Bugün Xocalı Futbol Klubunun yaradılmasının 6 ili tamam olur. Fəaliyyətdə olduğu müddətcə klub əsas diqqəti uşaq futbolunun inkişafına yönəldərək gənc istedadların üzə çıxarılmasına çalışır. Klubun təsisçisi və prezidenti İlkin Hacıyev bildirib ki, Xocalı Futbol Klubunun formalaşdırılmasındakı əsas məqsəd uşaq və yeniyetmələr arasında futbolun inkişafına təkan verməkdir. Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına töhfə verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Hazırda 15 yaşadək futbolçular da komandamıza qoşulub. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olmaq və UEFA Gənclər Liqasının Xocalı adını layiqincə qorumaqdır. Hazırda klubun məşqləri Masazır qəsəbəsində yerləşən stadionda keçirilir. Burada 6-15 yaşlı uşaqlar peşəkar məşqçilər tərəfindən fiziki hazırlıq, texniki bacarıqlar və oyun taktikasına dair proqram üzrə məşq edirlər. Məşqlər həmçinin Xırdalan ərazisində də təşkil olunur. İlkin Hacıyev qeyd edib ki, klubun məqsədi yalnız idman nəticələr deyil, həm də sağlam intizamlı və komanda ruhuna sahib gənclər yetişdirməkdir. Bunun üçün həm məşq metodikası, həm də psixoloji hazırlıq üzərində xüsusi işlər aparılır. Biz də Bölgə TV komandası olaraq Xocalı Futbol Klubunun yaranmasının 6 ili münasibəti ilə təbrik edirik. Komandaya yeni uğurlar arzulayırıq. Dilbər Vüqar qızı, Bölgə TV.